Salam dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Gündəmdə olduqca maraqlı və ekskluziv transfer xəbərləri var. Qarabağ komandası İtaliyadan 2, Almaniyadan 1 və İsveçdən 1 futbolçu transfer edir. Ekskluziv adları sizlərə təqdim edəcəyik dəyərli dostlar. Olduqca möhtəşəm adlardır. Eyni zamanda onu da sizin nəzərinizə çatdırım ki, Azərbaycan Kubokunda finalçılar bəlli oldu. Qarabağa qarşı yarımfinal maçında böyük haqsızlıq olundu. Məncə, sona qədər izləsəz söhbət nədən gedir biləcəksiniz. Siz də fikirlərinizi yazın. Bugün başlayan Sabah Qarabağ maçında hakim qərarlarını necə dəyərləndirirsiniz? Eyni zamanda daha sonra transfer haqqında verdiyimiz xəbərləri də dəyərləndirməyi sizdən rica edirəm. Sona qədər mütləq izləyin. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun. Mən isə bu möhtəşəm xəbərləri sizin nəzərinizə çatdıracağam. Değerli izleyiciler, bildiğiniz gibi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki balamızı xilas etmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Dəyərli izləyicilər, belə bir dar gündə sonsuz dərəcədə köməyinizə ehtiyac var. Ümid edirəm ki bizim çarəsizliyimizi başa düşüb dəstəyinizi əsirgəməyəcəksiniz və dəstək olacaqsınız. Öncədən dəstək olan hər kəsə təşəkkür edirəm. Dəstək olan olmayan heç kimə Allah belə çətinlik yaşatmasın. Amin. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim ekskluziv transfer xəbərləri olacaq. Amma ondan öncə sizlərə bugün başlayan maç barəsində məlumat vermək istəyirəm. Hansı ki Sabah və Qarabağ komandası qarşı-qarşıya gəldilər və Qarabağ komandası qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hesabda önə keçsə də daha sonra 2 gol buraxaraq ümumi hesabda 2-1 hesabı ilə məğlub oldu və ilk oyunda da 2-0 daha doğrusu 2-2'lik bərabərlik qeydə alındığı üçün ümumi hesabda deməli 4-3 hesabı ilə məğlub olaraq Kubokun finalına yüksəlməkdən məhrum oldu. Son dəqiqələrdə, bir qədər öncə efirə gətirdim dəyərli dostlar, son dəqiqələrdə bax bu epizodda Simic'in topu əllə qaytardığı açıq aydın görünsə də Sabahın qapısına penaltı təyin olunmadı. Eyni zamanda onu da sizin nəzərinizə çatdırmaq istəyirəm ki, dəyərli izləyicilər, Qarabağın qapısı Koxalskiyə verilən qırmızı vərəqə də məncə belə bir vacib oyunda çox sərt qərar oldu. Bəlkə başqa oyunlarda bu qərar vermək olardı, amma bu oyun üçün məncə çox sərt qərar oldu və bütün oyunun nəticəsinə təsir etdi bu. Siz nə düşünürsünüz? Bu barədə fikirlərinizi yazın. Bu arada onu sizin nəzərinizə çatdırım ki, Qarabağ komandası çempionluğu əldən vermişdi. Kubokun finalına yüksəlməyi də əldən verdi. Beləliklə bu il titulsuz başa vurur Qarabağ komandası Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunda. Sabah komandasını bu mövsüm məğlub edə bilmədi. Ona görə də Qarabağ komandası çox ciddi transferlər reallaşdıracaq. Bir qədər sonra bu barədə sizləri məlumatlandıracağam. Kubokun finalında isə dəyərli dostlar, Zirə və Sabah komandası qarşı-qarşıya gələcək. Çünki Zirə komandası da 2 oyunun nəticəsinə görə 2-0 hesabı ilə Turan Tovuzu məğlub edib növbəti mərhələyə yüksəlmiş tərəf oldu. Ümumilikdə Azərbaycan Kubokunda və Azərbaycan Premyer Liqasında başlayan oyunlarda son vaxtlar hakim qərarları çox müzakirə olunur və narazılıqlar çox yüksək səviyyədədir. Sanki mənə Türkiyə Super Liqasını xatırladır. O qədər hakimlərdən narazılıq var Azərbaycan Premyer Liqasında və Azərbaycan Kubokunda. Siz nə düşünürsünüz dəyərli dostlar? Sizcə hakim qərarları qərəzlidirmi, yoxsa sadəcə oyun epizodlarını doğru dəyərləndirirlər? Bu barədə fikirlərinizi siz də şərhlər bölümündə yazın. Mən isə vaxt itirmədən o qeyd etdiyim möhtəşəm transfer danışıqları barəsində sizləri məlumatlandırım. İlk öncə onu qeyd edim ki, Qurban Qurbanov Elvin Cəfərquliyev və Abbas Hüseynov'u əvəzedici heyətə göndərəndə yaxşı bilirdi ki, bu komandanın zəifləməsinə səbəb olacaq. Xüsusilə Elvin Cəfərquliyev kimi komandanın ən vacib futbolçularından, ən vacib fiqurlarından biri əvəzedici heyətə göndərilirsə, deməli
komandada müəyyən axsama olacaq ki, bunun nəticəsində Qarabağ komandası bəlkə də bu gün kubokun finalına çıxmaqdan məhrum olur. Amma Qurban Qurbanov bir daha göstərdi ki, heç bir futbolçu komandadan öndə deyil. Yəni heç bir futbolçu, hətta qohumu Abbas belə cəzadan kənarda qala bilməz. Və hətta belə deyək, çempionluğu, kuboku əldən versə belə komandada nizam-intizamı qoruyub saxlamağa çalışır Qurban Qurbanov. Bu alqışa layiqdir. Amma məncə futbolçular da belə bir dönəmdə məsuliyyətli olmalıdırlar. Yəqin ki, bu nəticələrdən sonra Elvin Cəfərquliyevə artıq sağ ol deyiləcək dəyərli dostlar. Bu arada qeyd edim ki, onun adı bir sıra bir müddətdir ki, Neftçi komandası ilə hallanır. Həmçinin bir sıra digər klublar da Elvin Cəfərquliyevlə maraqlanırlar. Siz nə düşünürsünüz? Elvin Cəfərquliyev getməlidirmi, qalmalıdırmı? Bu barədə fikirlərinizi yazın. Çox güman ki, onun yayda Neftçiyə keçəcəyi gözlənilir. Qarabağ komandasından rəsmi verilən açıqlamada bildirilir ki, Elvin hələ Qarabağın futbolçusudur. Onunla bağlı qərar yayda veriləcək. Yəni, mövsümün sonuna qədər belə başa düşdüm ki, mövsümün sonuna qədər Elvin Cəfərquliyev əvəzedici heyətdə olacaq. Bildiyiniz kimi, Şamaxı ilə 0-0 hesabı ilə bitən oyundan sonra Abbas və Elvin klubların birində əylənmişdilər və bu, belə deyək, Qurban Qurbanovun gözündən qaçmamışdı. Ona görə də bu iki futbolçu cəzalandırılmışdı. Abbasın da komandadan göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı bu hadisələrdən öncə. Bilmirəm bu hadisələr necə təsir edəcək, yoxsa qalacaqmı komandada, bunu görəcəyik. Bu arada Aleksey Kaşuka da özünə komanda tapması tapşırılıb. Baxmayaraq ki, Qarabağ komandası ilə hələ il yarımlıq müqaviləsi var. İl yarımdan da daha çoxdur müqavilə müddəti Aleksey Kaşukun. Amma onun Sabah komandasına keçəcəyi gözlənilir və Qarabağ komandası tapşırıq verib ki, özünə klub tap və təbii ki, müəyyən təzminat qarşılığında Qarabağ komandası Aleksey Kaşuku o kluba buraxacaq. Və aldığımız məlumata görə Sabah komandası məhz Aleksey Kaşuku transfer etmək istəyir. İlk öncə ayrılıqları sizin nəzərinizə çatdırım, amma çox ekskluziv xəbərlər var, dəyərli dostlar. İzləyin, az qalıb çatdırıq ora. Və Sami Emamini artıq Qarabağ komandası yola salıb Xorvatiyaya. Bilirsiniz, yaya qədər onun icarə müqaviləsi vardı. Əvəzedici heyəti göndərmişdi. Əvəzedici heyətdə də bir oyuna çıxdı və orada da hakim tərəfdən qırmızı vərəqə ilə cəzalandırıldı. Yəni, sanki qəsdən elədi hər şeyi və Qarabağ komandası da belə bir futbolçunu düşərgədə saxlamaq istəmədi. Çünki bir futbolçu əgər nizam-intizam pozursa, bu bütün komandanın əhval-ruhiyyəsine təsir edir və Sami Emamini artıq göndəriblər. Bu barədə sizləri məlumatlandırmaq istədim. Dəyərli dostlar, Qarabağ komandasının artıq transferi demək olar ki, rəsmiləşən futbolçulardan biri və birincisi Jali Muaddibdir. Onun iyun ayının əvvəllərində Qarabağın sıralarına qoşulacağı gözlənilir. Yəni, ilkin müqavilə artıq imzalanıb. Bu barədə də rəsmi məlumat almışıq deyə sizin nəzərinizə bir daha bunu çatdırmaq istədim ki, Jali Muaddib Qarabağa gələcək, əgər son anda hər hansı bir problem olmasa. Və bugün qırmızı vərəqə alan Kohalski əslində Qarabağın ən yaxşı futbolçularından biri və Qurban Qurbanovun bəlkə də komandanın ayrılmasını istəmədiyi 3-5 futbolçudan biri. Matius Kohalski Qarabağdan 100% gedəcək, xüsusilə komanda yoldaşlarının son oyunlarda əzmkar mübarizə aparmamasından narazıdır və o artıq belə deyək, kubokdan da məhrum olduğuna görə, bu ili titulsuz başa vurduğuna görə özünə Çempionlar Liqasına çıxış edə biləcək klub axtarır ki, deyilənlərə görə bu Lex komandasıdır. Bu arada Qarabağ komandasının Avropa Liqasına getməsi də sual altına düşür. Əgər finalda Zirə komandası qalib gələrsə, Avropa Liqasına Zirə gedəcək, Qarabağ komandası Konferans Liqasına gedəcək. Və yaxud hətta Sabah komandası kubokun qalibi olsa belə, Qarabağ komandası yenə Konferans Liqasına gedə bilər. O halda ki, Turan Tovuz Qarabağ komandasını keçsin xal hesabına və qeyd edim ki, cəmi bir xal fərqləri var Turan Tovuzla Qarabağ arasında. Düzdür, Qarabağın ehtiyatda bir oyunu var. Amma bu o demək deyil ki, Qarabağ komandası ikinci yeri artıq garanti eləməyib. Ona görə də Qarabağ komandasının Konferans Liqasına getmə ehtimalı çox yüksək olaraq qalır və bu oyundan sonra ümumiyyətlə Qarabağ komandası üçün hər şey çox çətin olacaq. Dəyərli dostlar, gələk və əsas məsələ dedik. Kohalski gedir. Fabian Buntic'in bugünkü oyununu gördünüz. Hətta yumruğu ilə topu öz qapısına az qaldı göndərsin. Qapısını etməyəcəyi bir səhvdir. Ona görə Fabian Buntic ilə yola salacaq Qarabağ komandası
və əsas qapıçı kimi çox möhtəşəm bir qapıçı tapıblar. Mən çox bəyəndim qapıçını. Giovanni Daffaradan söhbət gedir. Juventus komandasının futbolçusudur dəyərli dostlar. İtaliyanın Juventus komandası, Juventus B komandasının futbolçusudur. İtaliyanın 21 yaşlarından ibarət milli komandasının da qapıçısıdır. 1 metr 94 santimetr boyu var və icarə əsasında hal-hazırda Avellino komandasında İtaliya 2-ci liqasında çıxış edir. Qeyd edim ki, bu futbolçunun hal-hazırda dəyəri transferdə 1,5 milyon avrodur. Juventus komandasının bir daha qeyd edirəm, Juventus komandasının yetirməsidir və bu futbolçu hal-hazırda icarə əsasında çıxış etdiyi Avellino komandasından bir ay sonra geri qayıdacaq və Qarabağ komandası bu qapıçını icarəyə götürmək, daha sonra transfer hüququna yiyələnmək istəyir. Qeyd edim ki, çox möhtəşəm qapıçıdır. Həqiqətən də 1 metr 94 santimetr boyu var, hündür boylu qapıçıdır. Eyni zamanda İtaliyanın Biella şəhərində doğulmuş, 21 yaşlardan ibarət İtaliya millisinə dəvət alan bir futbolçudur. Ümumi məlumatlarına baxmaq istəyirəm bu arada. Bəli, hələ ki, belə deyək, legioner karyerası olmayıb. Juventusda 17 yaşlarda, 19 yaşlarda çıxış edib, daha sonra Avellino komandasına, Juventus B-yə yüksəlib və Juventus B-dən Avellino'ya icarəyə verilib. Və Qarabağ komandasında bu qapıçı məncə özünü çox yaxşı tərəfdən göstərə bilər. Siz nə düşünürsünüz? Sizcə bu qapıçı Kohalskini əvəz edə bilərmi? Fikirlərinizi yazın, gəlsin. Bu arada Qarabağın müdafiə xəttində də bilirsiniz, ciddi problemlər var. Eyni zamanda Bəhluzadənin zədələnməsi ilə yanaşı, Sami Emaminin gedişi ilə yanaşı Kevin Medina'nın da yol üstü olduğu bildirilir, onun da ayrılacağı gözlənilir. Qarabağ komandası bir sıra stoperlərlə danışıqlar aparır ki, onlardan biri də Andrei Zoubişdir, hansı ki, hal-hazırda ekranda görürsünüz dəyərli dostlar. Bu futbolçu Milan komandasının, İtaliyanın Milan komandasının yetirməsidir. Hal-hazırda 22 yaşı var. Qarabağ komandası görünür gəncləşdirmə siyasəti aparır. 1 metr 89 santimetr boyu var. Həm Rumıniya, həm də İtaliya vətəndaşıdır, dəyərli dostlar. Milan şəhərində doğulub, mərkəz müdafiəçisidir, sağ cinah müdafiəçisi kimi də çıxış edə bilir. Hal-hazırda onun transfer dəyəri 500.000 avrodur. Sampdoria komandasına hal-hazırda məxsus bir futbolçudur. Baxmayaraq ki, Milan futbol məktəbində yetişmiş bir futbolçudur və Rumıniya millisinə dəvət alan bir futbolçudur. Sampdoria komandasının üzvüdür, amma icarə əsasında Universitetia Cluj Rumıniya komandasında çıxış edir. Görünür ki, Rumlular bunu milliləşdiriblər və milli komandaya dəvət ediblər. Qarabağ komandasına çox fayda verə biləcək futbolçudur. Qarabağ komandası hər iki futbolçu ilə, həm bu futbolçu ilə, həm də qapıçı Giovanni Daffara ilə 3+1 şərtlə 4 illik müqavilə bağlamaq istəyir. 2 də hücumçu transferi nəzərdə tutulur. Bir sıra hücumçularla danışıqlar aparır ki, əvvəlki verilişlərimizdə onlar barəsində məlumat vermişik. Bu verilişin sonundan həmin verilişi də izləyə bilərsiniz, amma bugün yeni adlar sizlərə təqdim edəcəm. Yeni ad deyəndə bu iki adın ikisi də bizə tanış adlardır. Biri Mahir Əmrəlidir, dəyərli dostlar. Mahir Əmrəli Azərbaycana qayıda bilər, Qarabağa qayıda bilər. Bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb. Orada bildirilir ki, Qarabağın keçmiş futbolçusu hal-hazırda Almaniyada Kaiserslautern komandasında özünü rahat hiss eləmir. Baş məşqçi ona şans vermir. Baxmayaraq ki, qeyd olunur ki, komandanın ən yüksək maaş alan futbolçusudur və ən bahalı futbolçularından biridir. Bununla yanaşı Mahir Əmrəli hal-hazırda tam sağlam olsa da, yəni zədədən qayıtdıqdan sonra da özünün optimal vəziyyətinə qaytarsa da oyunlara buraxılmır, şans almır. Son oyunda 3-0 hesabı ilə komandası geri olduğu halda əsas hücumçu hesab olunan Mahir Əmrəli oyuna cəmi son 7 dəqiqədə buraxıldı. Bu isə Mahir Əmrəlini qane etmir, ona görə də başqa variantlar axtarışındadır. Hal-hazırda Qarabağ komandasının Mahirin keçmiş komandası mötərizə daxilində yazılır. Hücum xəttini gücləndirmək üçün Mahiri ideal variantlardan biri hesab edir. Siz nə düşünürsünüz? Mahir Əmrəli Qarabağa gəlsə fayda verə bilərmi? Fikirləriniz bizlər üçün də maraqlıdır.
Dəyərli dostlar, bir də yəqin ki, bu adda sizə yaxşı tanış gəlir. Salifu Sumahdan söhbət gedir, hansı ki, Zirə komandasında çıxış edirdi və Zirə komandası 1,3 milyona bu futbolçunu Malmö komandasına satmışdı. Bu son dəqiqə məlumatları da dəyərli dostlar, Salifu Sumanın da Qarabağın sıralarına qatıla biləcəyi ilə bağlı məlumat var. Amma qeyd olunur ki, məhz Malmö komandası bu futbolçu üçün 1,3 milyon avro tələb edir. Qarabağ komandası isə 1,3 milyon avro ödəmək niyyətində deyil. Danışıqlar davam edir və yaxın günlərdə son qərarın nə olacağı bilinəcək deyə İsveç mətbuatında qeyd olunur. Nə düşünürsünüz? Bu gələn 4 ad Salifu Suma, Mahir Əmrəli, Andrey Kubiş və Giovanni Daffara Qarabağın gücünə güc qata bilərmi? Fikirlərinizi şərhlər bölümündə yazın gəlsin. Mən isə indi sizlərlə sağollaşıram. Növbəti daha maraqlı transfer xəbərlərlə qarşınıza gəlmək ümidi ilə hələlik.